Allah qaynanamın nəfəsini bizim üstümüzdən əskik eləməsin. Amin. Onun bir sözü bizim evdə qanundur. Bəli. Mən şəxsən çox arzulayıram ki, bax şəxsən mən Ofeliya Şabanova İsmət qızı, mən çox arzulayıram. Mən qaynanama oxşuyum. Ona bənziyim, onun kimi kübar olum, onun kimi savadlı olum, onun kimi düşüncəli olum. Mən çox arzulayıram Bak ki... qaynanamsa neyiniyib ki sen belə gözəl danışırsan qaynanan haqqında? Yox, heç nə deyəndə neyinib deyəndə zarı yox. Hə? Mən... İşlerine gelir ya. Yox. Yox. Çünki qaynanamın yoldaşına qoyduğu hörmətləri bilirəm, görmüşəm. Elə bil ki, vallah, yəni o qədər mükəmməl ailədilər, yəni o qədər gözəl. Həmişə kişilər tərəfinə deyirlər, Ofeliya xanım danışıram. Bu dəfə kişiləri qınayacağım. Arvadlarınızı heç vaxtı, yəni ananızı heç vaxt arvadlarınızın ayağına verməyin. Heç bir zaman.